Ağcabədi rayonunda qəhrəman qardaşımız, çox dəyərli şəhidimiz Qəhrəmanov Əli Mərdanın ocağındayıq. Qardaşımızın evindəyik. Şəhidimizin döyüş yoldaşları gəlib. Bayram günü qardaşların ziyarətə gəliblər. Bu oğlanlar hər biri şəhidimizin döyüş yoldaşları olub. Allah bütün ordumuzu qorusun. Belə qəhrəman qardaşlarımız ki var, hamısı döyüşdən çıxmış igidlərimizdir. Bu gün də atanı və ananı ziyarətə gəliblər. Allah başlarını uca eləsin inşallah ki. Allah cəmi şəhidlərimizin hamısını rəhmət eləsin. Qəbirlərin onunla da olsun inşallah. Allah sizləri qorusun başınızdan. Bugün gəlib, bu gözəl gündə bizləri yad edirsiniz. Allah sizlərdən köməyiniz olsun. Öz təşəkkürümü bildirirəm sizlərə. Borcumuz da bizimlə gəlmək, gəlib ziyarət etmək, gəlib sizləri yad etmək bizim borcumuzdur. Çox sağ olun başım. Biz də öz üstümüzə düşən borcumuzu layiqincə istəyirik yerinə yetirək. Allah köməyiniz olsun, həmişə başınız uca olsun. Şəhidimiz haqqında onu deyə bilərəm ki, çox mehriban, gülərüz. Şəkillərdən də, videolardan da bilirsiniz. Çox gülərüz, mehriban bir kişi idi, belə deyim. Ailəcanla çalışırdı ki, öz üçün, bir gələcəyimiz üçün nəsə bir iş görə. Qardaşı olduğum, mən o şəhid olmamışdan 2 gün qabaq bilmişəm həqiqətən də. Çünki mən o həmişə ağzının içində deyir ki, anam qoca qadındır, mən istəyirəm onu bir şərait quram özüm üçün, anam üçün, anamla nəsə. Onun çalışıb vuruşduğu odur ki, anası üçün nəsə eləyər. O da nail oldu. Qəhrəmanlığı ilə həqiqətən nail oldu. Bir qəhrəman anası kimi, igid anası kimi dünyaya tanıtdı ki, mən belə bir mərd bir qadının oğluyam. Şəhidimiz haqqında çox şey danışmaq olar. Qəhrəmanlığından, döyüşməyindən, döyüşçü kimi. Döyüşlərdə necə idi? Döyüşlərdə çox fəal bir döyüşçü idi, qorxmaz bir döyüşçü idi. Daim gözündə qisas hissi ilə yaşayan bir insan idi. Çox adam deyər ki, şəhid olub deyə deyirlər. Yenə deyirəm, o şəkillərində, videoda nə qədər vətənə bağlı bir insan olduğun, hamısından görmək olur. Nətə bir insanda. Danışılan söz çoxdur, düzdür. Bu günlərim bizim üçün həqiqətən bir fəxirdir. Çünki elə bir insanla tanımışıq, bir yerdə xidmət eləmişik. Böyük bir fəxirdir. Allah sizləri qorusun. Rəhmətli Əli Mərdanla 2015-ci ildə əsgər idi, bir olmuşam. Sıfır ərsəllər bilsələr. Ondan sonra təsadüfi gəldi bizim tabora gələndə. Gördüm bunu, tanış gəlirdi. 3 ay bir yerdə olmuşduq, kursda olmuşduq. Hüseyin Qıbrədə, əsgər olanda. Mən buna tanış gəldim, bu da mənə tanış gəldi, amma bir-birimizi yaxınlaşıb tanımırdıq. Sonra tanıdıq, bildim ki, bir-birimiz əsgər yoldaş olmuşuq. Sonra elə oldu ki, döyüş yoldaşı olduq, bir yerdə olduq. Sevindinizmi? Həm əsgərlikdə bir olmuşsunuz, həm döyüş yoldaşı. Əlbəttə ki, sevindik. Rəhmətli ilə bizim kətdə bir tədbir vardı, toy tədbiri vardı. Orada tanış olmuşam mən. Bilmədim ki, sonradan bir yerdə döyüş yoldaşı. Sizin kəndiniz haradır? Böybəkməndə. Orada bir yoldaş uşaq üçün kiçik toy edirdi, orada tanış oldum mən. 2 gün bizim kətdə qaldı, 2 gün bir yerdə gəzdik, fırlandıq. Sonradan gəldik taburda bir yerdə xidmətə başladıq, sonra döyüş yoldaşı olduq. Yaxşı uşaq idi, yaxşı qardaş idi, yaxşı yoldaşçılığı vardı, mərd insan idi. Allah rəhmət eləsin, qəbir nurla olsun. Çox sağ olasınız. İlk dəfə tanışdığımız Əli Mərdan o qədər qanacaqlı mühəbbətli olan idi ki. Yəni taborda olduğumuz müddətdə artıq bir aydan çox öncə bizim tabordaydı, amma bilmirdik ki, mən bilmirdim Ağcabəddəndir, o da bilmirdi mən Ağcabəddənəm. Sonra tanış olduq ki, Ağcabəddəndir, elə münasibətimiz gücləndi. Rayona da bir gəlirdik, ayda bir dəfə, 2 dəfə. Hər rayona gəlindir, mənlə gəlirdik, qayıdırdıq. Döyüş yolunda çox qəhrəmancasına döyüşdü, şəhid oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Bütün şəhidlər hamısı Azərbaycan şəhidi. Tək anamızın, ola bilər bir atamızın oğluna vəz eləyə bilmərik Əlmərdan. Amma düşünsün ki, Əlmərdan şəhid olub, anamız, atamız nə qədər Azərbaycan oğul qazanıbdır. Hamımız hər zaman borcluyuq ki, anamızı, atamızı, Elizə də Əlmərdan qardaşlarını itirib axtaraq. İstəyərik ki, daha tez-tez gələ, sadəcə xidməti ziyarətinə əlaqədar olaraq bəzən gələ bilmirik. Ən azından istəyirik ki, bayramlarda, Mövlud günü, ad günlərində gələk yad edək. Əlmərdan, mən bu tabura yeni gəlmişəm. Sadəcə Əlmərdan haqqında sonsuz sayda yaxşı döyüşçü olduğunu eşitmişəm hər kəsdən. Mərifətli, qadanaqlı bir döyüşçü olubdur. Bir onu deyə bilərəm ki, bizlər hal-hazırda xidmət etdiyimiz eyni şəhidlərə borcluyuq və şəhid ailələrinə borcluyuq. Hər zaman da onların qulluğunda hər zaman hazırıq. Allah sizləri qorusun, köməyimizdə dursun. Sağ ol. Allah səbir versin. Hoş gəldik bu əskər yoldaşlarım, rəhmətli qardaşımın. Allah hamısına can sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Mənim üçün bir fəxirdir ki, mən o cürə qardaşım olub və qürur hissi ilə elə yəni necə deyim, sevinirəm də, həm belə kədərlənirəm ki, həm şəhid olub, həm o cürə qardaşım olub. Həm də bir ömür fəxrimizdir. Bir ömür fəxrimdir. Sağ olsun əsgər yoldaşlar, əsgər qardaşlarım ki, buyurub gəliblər. Allah hamısını canı sağ eləsin. Çox sağ ol. Onlar da mənim bir qardaşım. İnşallah bu ocağa daha toylara gələrsiniz qardaşlar. Şəhidimizin qardaşlarının xoş gününə gələrsiniz. Ana, ata da sizin xoş gününüzə gələr.